Merhabalar, hoş geldiniz. YouTube kanalı izleyicileri, sizi salamlayıram. Ben siyasi bloger Elnur Əliyev. Necəsiz, vəziyyətiniz? Bu günləri Gorbacorun 100 illiyi tamam olur. Azərbaycanı pis günə qoydu, çıxdı getdi. Lənətlənmiş ailə, lənətlənmiş insanlar. Azərbaycanı pis günə qoyub gedən Əliyevlər. Gorbacor. Baxın, bax bu. Azərbaycanı pis günə qoyan gedən insan. Və indi bir dəqiqə hal-hazırda Azərbaycanın təhsilində demək olar ki, bax bu insanı gündəmə gətirirlər və balaca gənclərimizə, Azərbaycanın balaca gənclərinə sənin ulu öndərin Məhəmməd Əmin Rəsulzadə deyil deyib, beyinlərində yeridib, deyirlər ki, sənin ulu öndərin bax budur, bu şakkaldır. Mən də sadəcə olaraq demək istəyirəm ki, cavan gənclərimizə, uşaqlarımızı əgər həqiqətən də Azərbaycanlı kimi böyütməyini istəyirsinizsə, əgər həqiqətən də Azərbaycanlı olduğunu sübut etmək istəyirsinizsə, mütləqdir ki, nə etmək lazımdır və onlara ulu öndərin sənin Məhəmməd Əmin Rəsulzadədir deyib beyinlərinə yeritməyin lazımdır. Bəli. Bu mütləqdir Azərbaycan vətəndaşları. Öz övladlarınıza Azərbaycanın ulu öndəri Məhəmməd Əmin Rəsulzadədir deyib o uşağın beyninə yeridir. Məncə bunun effektini çox görəcəksiniz. Valla bunun effektini həqiqətən də görəcəksiniz. Yəni nə qədər ki desəz ki Azərbaycanın ulu öndəri budur, bu indi birazdan sonra bu öləndən sonra deyəcəklər Azərbaycanın ulu öndərinin davamçısı, ulu öndəri İlham Əliyevdir. Amma yox. Bu həqiqətən də yanlış fikirdir. Baxın, bu ailəyə baxın, ailənin üzərindəki simaya baxın. Narkoman ailə, narkoman oğru ailə və tayfa. Bu tayfa həqiqətən də mən bunları daimi hər yerdə reklamını eləmişəm bu günləri. Bu günləri bunların kökünü, sülaləsini biabır eləmişəm. Bəli. Bunları belə də etmək lazımdır. Elə bax. Bu şəkillər bu günləri tualetlərdə ifşalanır. Tualet. Öz yerini tapıb. Tualet. Öz yerini tapıb. Öz yeri. Sizin yeriniz bəli tualetdir. Sizin yeriniz tualetdir. Siz tualetdə qalmağa haqq edirsiniz. Sizin ancaq elə yeriniz elə mındar yerlərdir. İşəsinlər üstüvə, sıtsınlar, batırsınlar, gökdən silib atsınlar. Elə o göstə silmək də zor temadır ya. Özüm ölüm. Yeni gələn hər bir kəs xoş gəldi. Hər bir kəs trollar ekranı bəyənin. Şinaz dedaskarırım, ekranı bəyənin dayanmadan. Ekranı bəyənin, bu günləri sizə paz qoymuşam. İtələmişəm dibinə kimi. Ekranı bəyənin, dayanmadan ekranları bəyənin. YouTube kanalı izləyicilər, sizi də salamlayıram. Gününüz uğurlu olsun. Necəsiz? Vəziyyətiniz necədir? Azərbaycanda bu günləri vəziyyət necə keçib? Bu günləri görmüşdüm, gədə-güdələrin 90% yığışıb getmişdi. Gorbacoru ziyarət eləməyə getmişdi. Xeyirdirmi? Nə olub? O Gorbacor sizə nə verib axı? Azərbaycan Respublikası pox günlə qoydu getdi. Nə elədi Azərbaycan üçün? Azərbaycan nə gün ağladı? Elçi bəy uşaq pulu verdi. Elçi bəydən sonra gələn kimi, hakimiyyətə gələn kimi 92-ci ildə uşaq pulunu kəsdi. Nə verib axı? Nə verib? Bu Heydər Əliyev, Gorbacor bizlərə, sizlərə nə verib? Bir dəfə də olsun 18 yaşında kimi hansısa bir vətəndaşlara, hansısa bir uşağa, hansısa bir anaya, hansısa bir atanın qapılarını döyüb deyiblərmi ki, ay mənim anam, ay mənim atam,
Uşağıma nə verirsən, nə yeyirsən, sən uşağımı mən öz siyasətim uğrunda, öz torpaqlarında olan, öz torpağımızın uğrunda və öz siyasətim uğrunda mən onları öz siyasətimi qurban edəcəm sizin torpaqlarınızın uğru deyib. Onları ora yönləndirib öz siyasətimi qurban edəcəm. Və sonra sizin bir də şəhidlik qismət oldu, 11 mindən sizin başınızı aldadacam və sonra da sizi saymayacam. Bu reallıqdır. Çünki Azərbaycan Respublikasının diktatoru İlham Əliyev bu günlərdə də qazilərimizin heç birinə, demək olar ki, 12.700 qazidən 12.000-ə heç birinə də baxmır. Niyə? Səbəb nədir? Sənin baxmamaqda qazilərimizə, veteranlarımıza səbəbin nədir? Hə? Bəli, Əliyev, bəli, düz deyirsə, İlham Əliyev bir nömrəli fahişədir. Bəli, bunu biz dəstəkləyirik və buna haqq veririk. Bəli, ekranı dayanmadan beğenin. Çok xahiş edirəm. Hər bir kəs ekranı beğensin. Hər bir kəs ekranı beğensin. Dayanmadan ekranı beğenin ki, qoy trolların içində qalsın. Trollara qalib gələk. Hər bir kəs ekranı dayanmadan beğensin. Yeni gələnlər hər bir kəs xoş gəldi. Super həyat. Onu bacından soruş. Bacın çox gözəl bilir. Məni çox gözəl tanıyırsan bacın. Dinən Eydik özü biləcək. Yeni gelenler hoş geldiniz. Ekranı dayanmadan ekranı çıkın. Tapdaliyen ekranın üstüne minin. Tapdaliyen ki canlı yayımızı açsın güzel insanlar. Yeni gelen her bir kəs hoş geldi. Her bir kəsi dəstəkləyirəm. Yaxşılar yaxşıdır. O pislər də vur götürürsün mikvatula yesin. Edik bu gün bomba işlər görmüsən. Bəyənirəm. Bəli, bu günləri görün ağzına işəmişəm. Bax bunu eləmişəm. Daimi də bunu eləyəcəm. Ta ki mən ölənə qədər. Bəli. Bu günləri YouTube kanalı, Instagram, ne bileyim her yerde partlatmışam. Sen öyle. Her yerde partlatmışam. Söyleyenler sizi bir atıram bloka. Bir atıram bloka söyleyenler. Yeni gelen her bir kəs hoş geldi. Ekranı beğenin. Ben 2 dəqiqə gələm. 2 dəqiqə gələm. Ben ekranı beğenin gələm. Gələm 2 dəqiqə. Ekranı beğenin. Çok xahiş edirəm. Ekranı beğenin. Bu günləri bir 200 mini vuralım. Yeni gelen her bir kəs hoş geldi. Necəsiz? Vəziyyətiniz, işiniz, gücünüz. Günümüz uğurlu olsun inşallah. Ne iş görürsünüz? Ne işlə məşğulsunuz? Ne işler görürsünüz? Hə? Hə? Şadı, boş yedirsən, belə gördüyü belə işin ərəsə git bir bacımın ağzına işə. Yeni gelenler hoş geldin. Müslümin Birliği Turan. Ədəb o, əla, super. Salam Elnur qardaş, necəsən? Şükür Allah, yaxşıyam, siz necəsiz? Ekranı beğenin də. Ekrana tıklaması çox zəif. Ekranı beğenin ki, əlatır vızqıtlar dedi də, cındırın köpəyi olur cındır. Bəs sən atıram promolu əngələ ki, siktir əngələ bilət. Kim var yox bunun aşığını. Vızqıt əngələ bilət. Aliyev İsmail, gəbra. İsmail Peysədə gələn şey deyil, bu vızqıt elim İsmail. O atıram, hamını atıram çölə. İnanırsan ki bu trollara. Hayır o bayrağı. Bunu da atası. Bu da yetdi. Bunu da atası. Bu da getdi. Bu qalsın bunlar istərdi. O qalın qıraqda. Rədd olsun diktator Aliyev. Aliyev sen götsən Aliyev. İlham Aliyev. Fuck you mat. Fuck you. Uşaq məndəndir ya, xəbərin olsun, ay eşkin. Uşaq atası mənəm. Adam atasına elə söz deməz. Yalta, əlbəttə ki, Qasırov. Yeni gələn hər bir kəs xoş gəldi. Müsafiriyə qoşulmaq istəyənlər var gəlsin. Daha ekranı beğenin. Bu günlərin videolarıma girib baxmısınız. Diktator Əliyevin
diktator Əliyevin şəkillərini paylamışam. Tualetlərdə, unitazlarda, ayaq yollarda, zibilxanalarda, onlara layiq olan yerlərdə, bəli, 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 onlara layiq olan yerlərdə. Balaca Arya. Sağ ol. Əcəb eləmsən, yaxşı eləmsən. Yeni gələnlər xoş gəldiniz. Mən bu günləri bir video çəkdim. Balaca Heydərin arvadını gördüm. Vallahi o Azərbaycanlıya oxşamır. Özüm ölüm. Bu boydan şələdir, şələ. Meşokdur, meşok. Elə bir ki şeydir. Mən türk deyiləm, mən sırf Azərbaycanlıyam. Mən sırf Azərbaycanlıyam, başa düşdün? Mən sırf Azərbaycanlıyam və daha məlumatlar vermirsən. Nə məlumat istəyirsən de verin, problem yoxdur. Başım qaçışmışdı Heydərin bu günləri ad günüydü. Da neyini? Yeni gələnlər, xoş gəldiniz. Ekranı bəyənəyin zəhmət olmasa. Hər bir kəs ekranı bəyənsin, canlı yayımız artsın. Canlı yayımız artdıqca hər şey süper olacaq. Yəni siz mənə dəstək olun. Sizin ancaq dəstəyiniz mənə dəstəyiniz bilirsiniz nədir? Ekranı bəyənmək ki, bizim canlı yayımızı vurmasınlar. Müsafirliyi qəbul edirəm. Müsafirliyə qoşulmaq istəyənlər var, gəlsin. Gəlin. Müsafirliyə qoşulmaq istəyənlər gəlsin. Gəlin. Gəlin. Misafirliyə qoşulmaq istəyənlər gəlsin. Yeni gələnlər xoş gəldiniz. Ekranı da bəyənəyin. Ekranı bəyənəyin ki, canlı yayımımız artsın. YouTube izləyicilərim. Diktator Əliyev. Əliyev. Diktator. Əliyev diktatordur. Əliyev bu insanlar insanlarımızın qanını içirlər. Bunlara insan demək olmaz. Vallahi bunlar bizim qanımızı içirlər. Bunlar bizim pullarımızı mənimsəyirlər. Gedib başqa dövlətlərdə özlərinə mülklər alırlar. Amma biz isə soxub içimizə dayanmışıq. Öz haqlarımızı, öz hüquqlarımızı tələb eləyə bilmirik. Konstitusiya ancaq bunlar üçün işləyir. Ancaq konstitusiyanın qurubları ancaq konstitusiya Əliyevlər üçün işləyir. Konstitusiya bizim üçün işləmir, gözəl xalqım, gözəl YouTube izləyicilərim. Hal-hazırda YouTube kanalında da canlı yayım davam edir. Bəli. Ona görə də. Baxın, YouTube kanalı, buyurun, xoş gəldiniz. Aleyküm salam. Xoş geldin, Allah ne? Yaxşılıqdır, şükür Allah'a. İndi boş yoram, heç görməmişəm sizi, birinci dəfə görürüm. Yaxşı eləmişsən. Nə deyirsən? Yaxşı yoram olsun. Baxın. Yaxşıyam Vüqar, sən necəsən? Buyur. Almaniya gediş necədir mənim qardaşım? Mən Almaniyada deyiləm, mən Amerikadayım. Amerika süper. 12.000 dollar ver, get giydirmə viza al, çıx qaç gələm. Əla, süper. Salam aleykum hamınıza. Nadir, xoş gəldin. Bəli. Qaqaş, bura nəyə görə girmişsiniz? Mən bura viza işinə baxmıram. Viza metrik deyil bura. Burada işiniz yoxdur da mənim qardaşım. Yəni, bacar at olaraq qaç. Yeni gələnlər, xoş gəldiniz. Ekranı bəyənəyin. Yaxşıyam, Afşaroğlu. Bəli. Mümkün deyil qardaşım. Qardaş, özbə gün ağlamaq istəyirsən? Əlbəttə ki. Ona görə də özbə gün ağlamaq istəyirsənsə Azərbaycanı mütləq ki tərk eləməlisən. Özbə gün ağlamaq istəyirsənsə Azərbaycanı tərk elə. Bax gör, qıraq bir ölkənin, qıraq bir vətəndaşları sənə necə dəyər verirsin ki, sənin öz vətəndaşından. Çünki sən burada haqqını tələb eləsən. Sənə vətən xaini deyəcəklər. Başa düşdün? Haqqını tələb elədiyinə görə. Sənə vətən xaini deyəcəklər. Yəni söz azadlığı deyiləsi bir şey var. Səyəmdən söz deyim mənim qardaşım. Bir haqqı hamı desə başqa şey. Sən nətə, haqqı deyəndə özün bilirsən də neyinirlər də. Bax, mən ona görə bir videoda çəkmişəm. Azərbaycan Respublikasında haqqı deyənlər, qardaşım, mən səni tam dəstəkləyirəm ha. Bax, tam dəstəkləyirəm. Ailəlisən? Bəli. Düz deyirsən onda, Ali. Bunlar da istəyirlər ki, qaçasız oradan, amma qaçmamaq daha yaxşı. Vətən xaini sizsiniz. Niyə nəzərimdəsən? Niyə haqqı deyirəm deyənə, deyirəm ki, mənə uşaq pulu ver, deyirəm işsizliklərə işsizlik pulu ver, deyirəm İlham Əliyev, neftin qazın pulundan bizə ver. Axı sən çıxıb deyirsən ki, Azərbaycan Respublikasında gələn neftdən gəlirlərdən
ədalətli şəkildə bölüşdürürəm insanlar arasında. Mən o ədalətli şəkildə bölüşdürdüyün İlham Əliyev neftin pulundan istəyirəm. Mən səndən başqa bir şey istəmirəm. Mən deyirəm veteranların puluna 80 manat yox, veteranların pulunu 1000 manata qalxız. Qazilərimə 1500 manat ver. Yaşad fondunu nəyə düzəltmirsən? Hə? Yaşad fondunu nəyə düzəltmirsən? Kayfullah Molla, xoş gəldin. Məndən heç kimə Allah haqqı takip getmir. Canlımı spamatla bu arada nə qədər bax siyasi media kanallarım var mənim. Özünüz görəcəksiniz. Siyasi media kanalları 10 dənə siyasi media kanalım var artıq. Birində 20.000 takipçi, birində 10.000 takipçi. Yəni yüksək takipdə olanlar siyasi media kanalları hamısı mənimdir. Yeni gələn hər bir kəs xoş gəldi. Buyur. Kardeşim özür sözünü kəsirəm. Müğayət ol Allah amanına. Gecən xeyrə qalsın. Allah amanında qal qardaş. Allah səni qorusun. Yaxşı olar inşallah deyə ümid edək. Yaxşı olar. İnşallah, inşallah. Buyur. Kardeş, Sağ ol. Sağ Sağ ol. ol. 06. Xoş gəldin 06. 06 çıxdı aramızda. Yeni gələnlər xoş gəldiniz. 180 nəfər. Ekranı dayanmadan bəyənin. Çox xahiş edirəm. Hər bir kəs ekranı bəyənsin. Dayanmadan ekranı bəyənin ki, canlı yayın bugünkü gün münasibəti ilə Ulu Öndər Heydər Əliyev. Nadir, girib videoma baxmamısan. Nadir, daha Nadir, vəfasızsan ha Nadir sən. Özümənəm. Sən çox vəfasız insansan. Görmürəm səni Nadir. Rəmzi söyüş söymürük, qardaş, söyüş söymürük. Bura dini yerdir, burada hər bir kəs dindən söhbət edir, qardaş. Yeni gələnlər, xoş gəldiniz. YouTube kanalda izləyicilərim, hər birinizi xoş gördük. Çox xahiş edirəm hər bir kəsdən. YouTube kanalım siyasi media kanalına girin, abunə olun və canlı yayımız tıqqıldadın. Bəyənin, takip edin. Bugünkü münasibətin görün. Həri Nadir, həri. Assalamu aleykum. Aleyküm salam. Akşamınız xeyir olsun hər kəsin. Hər vaxtınız xeyir. Bayaqdandan qardaş sizin söhbətə qulaq asıram. Yaxşı edirsən. Həqiqətən də sən bu söhbətin çox ləzzət elədi ki, qazilərin maaşı niyə 80 manat, veteranlar nə bilim aşağı. Bəli, doğrudur, tamamilə doğrudur. Niyə Qarabağda can qoyanlar, Qarabağda canın verənlər 80 manat alır? Azərbaycanda kayf eləyən 700-800 manat maaş alır, Bəli. pensiya alır. Ekranı bəyənin, çox xahiş edirəm. Bəli. Mən də bunu deyirəm də qardaşım. O demək ki, yəni Qarabağda can qoyana, torpağın uğrunda şəhid olanımıza hörmət eləmirlər. Xeyr. Hörmət olunmur. Çünki mən bugünkü günü mən Moskvada yaşayıram, ona baxmayaraq ki, düzdür, vətənimdir. Azərbaycan mənim vətənimdir. Ona baxmayaraq ki, niyə mən gəlib Moskvada nədir adını sən deyirəm, Putinin əlinin altında işləməliyim? Niyə? Putinin vətənində işləməliyim? Niyə ki, mənim öz vətənim olur? Çünki mənim vətənimdə mənə o maaşı vermir, o nətər deyirlər, işi vermir. O zavodu yox, fabriki yox, iş elanı yox. İndi gəlib bugünkü gündə mən burada işləməliyim. Niyə? Niyə Nadir, nə olur? Boşuldu. Bax qardaşım, mənim deməyim budur ki, qardaş, biz nə qədər ki bir olsaq, bir diktator Aliyevləri biz tez yenildərik. Bu günləri onun arvadını gördün sən, rəxdi, ayaqlar bir-birini dolaşıb gəzirdi. Yox, mən heç açıq onlara elə şeyə baxmıram. Baxma qardaş, elə şeylərə baxma, özüm ölüm. Baxma, elə şeylərə baxma. Tayfa günü-gündən artır. Özlərinə indeski tayfa qurublar bunlar. Günü-gündən artır tayfa. Nə yazıqlar, 70 kişilər. Üçündür bu vətən. Yəni deyir ki, götə girənlər üçün də bu vətən onu demək istəyir. Bəli, onu düz deyir. Onu düz deyir. YouTube kanalında Liberté TV. Kanal 666 siyasi media kanalı mənimdir. Yəni şəxsi öz kanallarımdır. Liberté TV-dir. Bəli, Azərbaycandan çox uzaqlarda. Necəsən vəziyyət? Allah şükür. Yazmışam qardaş. Orada yazmışam ki, Azərbaycan günü-gündən gözəlləşir, ərəblər çoxalır maşallah. Super. Şükür. Bu günümüzə şükür ki, ərəblər çoxalır, gəlir qızlarımızı basıb sikir. Artım olar da qardaş. Artım. Geni dəyişirlər. Şükür ki, geni dəyişirlər.
Trolların bacısına itələyirlər. Heç nə. Xoşdur, bunlara xoşdur. Xoşdur. Onlara koştular kardeş. Tuttu kazanırlar da bir geyrət. Xoşdur, bunlara xoşdur. Ne fark var? Perpeysərə xoş deyirəm. Belə fikirləşir də qardaş. Biri var 300-400 manat ala, bir ay işləyir. Bir də var ki, aparır bir dəfəyə 500 dollar alır da arvad uşağını. Bəli, yaşadır da, bunlar yaşadır, yaşadır. Nə fark var? Elə də peysərdir, belə də peysərdir də qardaş. Bu günləri videomu gördün mənim? Baxmışam qardaş. YouTube'da baxmısan videoya? YouTube'da yox, şeydə, TikTok'da bax. Ala, TikTok'un başını bana, gir YouTube'a bax ki mən. Gir bax gəl, gözləyirəm. Yo, gir indi bax gəl, gözləyirəm. Gir bax, dənə gəl. 4 dəqiqədir. Hansı kanalda? YouTube'da hansı kanalda? Siyasi medya kanalında video paylaşmışam. Girin siyasi medya. Girin bir dənə axırıncı videoya baxın gəlin. Çox xahiş edirəm. 4 dəqiqəlik videodur. Girin baxın gəlin. Çıxmayın elə burada da qalın, elə belə girin baxın gəlin. Belimdə grija var. Bir deyir, Azərbaycan biri deyir, çıxın bir dənə siyasi medya kanalına baxın gəlin. Siyasi medya kanalında video paylaşmışam. Girsin hamı siyasi medya kanalına baxsın gəlsin. Yox Emil, elə bir ki sənin bacılıq. Emil, sənin bacılıq. Dünən niyə gəlmədin? Günahkar mən də. Qardaşım, biraz işlərim var idi. Almıram da sənə adaş, almıram. Qoz qoymuram da sənə adaş ona görə. Rəhmətli nəvəsi salamlı görməmişəm. Ay, xoş gəldin. Yeni gələnlər xoş gəldiniz. Ekranı bəyənin. Çıqqıldadın, tıqqıldadın. Görməmişəm də siz çoxsuz mən tək neyiniyim? Görməmişəm də. Yeni gələnlər xoş gəldiniz. YouTube kanalımın izləyiciləri xoş gəldiniz. YouTube'da hal-hazırda 1400 adam izləyir məni. Yaxşıyam adaş, sən desən. Dedim yayınlanı vururlar. İçə kimi gözlədim. Qaqaçalımı belə vursalar beləsinə. Bir dənə siyasi media yaz gör nə qədər kanal çıxır. Bir dənə bax gör siyasi media yaz gör nə qədər kanal çıxır. Yaz bax da. Yeni gələn hər bir kəs xoş gəldi. Ekranı bəyənin ki, canlı yayımız açsın, daha çox insanlar girib, daha çox da mariflənsin. Neynəsin? Mariflənsin. Yeni gələnlər xoş gəldiniz. Ya, bağlamaqla deyil. Salam qardaş, necəsən? Bakı, Bakılılar, Bakılı, Bakı, Bakılı. Xoş gəldin. Aleyküm salam. Yeni gələnlər hər bir kəs xoş gəldin. Salam Samik, necəsən? Şirvan Nevs, sən də xoş gəldin. Samik Nuriyev, sən də xoş gəldin. Qul bayramımız mübarək. YouTube'da yoxsa TikTok'da. YouTube'da girin. Siyasi medya kanalında. YouTube'da siyasi medya kanalına girin. Baxın adaş. Başda ateşfəşanlıq idi. Valla dağılırdı Bakı. Millət bayram edirdi. Salsa. Doğrudan da düşüyor millət ya. Quran haqqı düşüyor millət. Ay blindaj yobana vururdu belə. Çox sağ. Doğrudan da gör necə vəziyyətdəyik ki. Qurana and olsun. Gör. Ruhu döndərin. Bayramını da şeydirlər, ay bilər. Biz niyə belə çurban olduq, hə? Biz niyə belə olduq, hə? Biz niyə belə çurban olduq, hə? Ölələr. Ölsün sən canın. Ona görə deyirəm, adaş, valla əziyyətə dəyməz bizə görə. Edik, nətərsən, brat? Yaxşıyam, qaqaş, sən necəsən? Yeni gələnlər, xoş gəldiniz. Neynədiniz? Xoş gəldiniz. Hardan gəldiniz? Xoş gəldiniz. Ekranı bəyənən zəhmət olsa, Şirvan yaxşıdır, valla, əla, super. Salam aleyküm, Azərbaycan Eyrətdə oğullana, diktator İlham Aliyev. O, zordur la, səhifəmin adı super. Aleyküm, salam, xoş gəldin. Hə, necəsən ürək, yaxşıyam Elvin Əliyev, sən necəsən? Qabilən var, biz nə vaxt öləcəyik. İnşallah yavaş-yavaş ölmə doğru gedirik. Biz qabağa getməkdənsə günü-gündən dala gedirik. Siz də ekranı bəyənmirsiniz deyənə, mənim canımı spam atırlar. Bəli. Ekranı bəyənməyin. Ekranı bəyənməyin, canımızda spam atsınlar. Nə badə ekranı bəyənəsiniz. YouTube izləyiciləri, siz necəsiniz, vəziyyətiniz? Bu günləri Heydər Əliyevin 100 illiyi idi. Bayramımız necə keçdi? Yığılışmışdı itimxısı köpək sürüsü, getmişlər Heydəri Corbacorun qəbrinə. Necəsən Elnur? Yaxşıyam, vilayət, sən necəsən? Yeni gələnlər, xoş gəldiniz. Çıxardacaq. Misafirliyə qoşulmaq istəyən var, gəlsin. Görə bu neyinir? Zəhnəm getmiş. Mən YouTube'da baxdım, əcəb elədim.
Misafirliğe qoşulmaq istəyənlər. Aydı, əlim dəydi. Manqust əlim sənə dəydi, getdiyə qıqaş. Manqust əlim sənə dəydi, tık elədi, dəydi. Yeni gələn hər bir kəs xoş gəldi. Ekranı bəyənəyin. Evdə səsdə beynim pozuldu. Niyə? Kimsenin var yoxu. Neyse. Söy. Diktator Aliyev, fuck you, Mehriban. Mehriban'ı söy. Mehi. Mehrini söy. Mehriban bak sənə söylər, Mehriban bak ayda. Təzə gəlin çıxıb, təzə gəlinin şəklini paylaşacağım. Onu da söyərsiniz, yaxşı təzə gəlini söyərsiniz. Təzə gəlini də saracağım, təzə gəlini də söyərsiniz. Təzə gəlinin şəklini çıxartacağım, onu da söyərsiniz. Təzəni, yeni yetmə gəlin. Xilaskar lider Qabil bəy. Xoş gəldiniz. Assalamualaikum. Aleyküm salam. Xoş gəldiniz. Ne diyeceksin kardeş? Yaxşıyam, sən necəsən? Bu yayımda olanlar 103 nefer var. Biraz normal ondan adam. Gelip kimisi anasının başını söylesin burada. Cındırdılar da qaqaş, cındırdılar, şərəfsizlər. Özünə hörmət eləyən gəlib girib nazını söyüşsə, pula görə basın. Bəli, hələ Kənan. Özünə hörmət eləmir də qaqaş. Kim iş insanlarsınız da gelmişsiniz bura. Qoşurlar eləçinə, orada boş-boş danışırlar. Valla, o çıxıb mənə üz-üzə danışamayacaq, Allah'ın sonra bir dənə yumruq qoyuram ağzının ortasından. Cırıq-cırıq olar. Acından ölürək xiyar. Sen ne ya? Sen... Ay qaqa. Bəli. Sen Berlin Şirin, sen buraya yaz koy ki gelip burada söyleyenler ananızı bazınızı düşünün. Rəhmətli nəvəs. O qədər şey yazmışam. Demişəm burada söyüşsəyən Paşinyan'da atası. Yenə gəlib söyüşsür. Qəbullanırlar. Onlar peysər şeydirlər. Salam işsiz ölkəsi. Aleyküm salam. Ha. Ondan qəbullanır ya qırqaş. Ondan qəbullanır. Vallahi ne diyeyim. Onlar ondan qəbullanır. Qidalanır. Bir qulluq mən çıxın. Var olasan qırqaş. Var olasan. Qulluq sahibi ol. Var olasan. Sağ ol. Takip attımsa. Sağ ol. Sağ ol. Nə şey ihtiyacın olsa deyərsən. Öpürəm səni, var olasın. Allah razı olsun. Sağ ol. Sağ ol. Edik üzürlü say, gedim ayaq yoluna, hökumətin borcunu verim, gəlirəm. Get. Kamran necəsən? Xoş gəldin. İndiyana ana qalar, vallahi. Götə girəndilər də, vallahi götə girəndilər. Allaha and olsun, götə girəndilər. Doğrudan götə girəndilər, ha. Götə girəndilər. Yeni gələnlər, xoş gəldiniz. Ekranı bəyənəyin zəhmət olmasa. Bu günləri Azərbaycan Respublikasında Xocalı faciəsini törədən, 20 yanvar faciəsi törədən Gorna işədiyim Heydərin ad günüydü. Və YouTube'da izlədiyimə görə, TikTok'da canlı yayımlarda gördüyümə görə artıq balaca Heydər öz arvadını gərdəkdən çıxardıb bayrağa, gün üzünə çıxardıb, gün dəysin. Bəli, gün dəysin. TikTok izləyicilər, ekranı dayanmadan bəyənin, dayanmadan. Gəl qoşul bura, söhbət edək. Gəbram, mən danışaqda, gəbra 12 ay 71-42. Gəl qoşul bura. Qoşul misafirə ikimiz debat edək də, gəl. Debat edən varsa gəlsin. Gəlin. Gəlin. Artıq balaca Heydər, bayaq vurğuladığım kimi, arvadını gərdəkdən çıxardıb. Salam, necəsən Enur? Namik, yaxşıyam, sən necəsən? Arvadını gərdəkdən çıxardıb. Arvadını gərdəkdən çıxartmaq münasibəti ilə əl-ələ verib gedirlər. Dişilərimizin boynu yerə soğur. Əl-ələ verməyəni gördünüz onun. Bu balaca tıqqılıdı da, uğraşdı. Balaca tutuşdu idi. Allah haqqı, balaca bir şeydi. Tıqqılı bir şeydi. Onunla necə qayrışır mənə satmır. Boy bir yerə soxum belə. Gör Azərbaycanı kimlər idarə edir, Qurana and olsun. Biz niyə bu günə qaldıq? Biz niyə sındıq? Gör biz necə sındırdılar bizi. Gör biz necə günlərə qaldıq, kişi. Qoyun kimi İraq yaxşılarda başımız saldıq aşağı. Nə haqqımızı tələb elədik, haqqımızı çıxanlara da dedik.
Qabil vətən xainidir. Süleyman vətən xainidir. Nə bilim Orxan vətən xainidir. Manaf vətən xainidir. Məhəmməd Mirzəli vətən xainidir. Nə bilim filankəs vətən xainidir. Hə, bunlarda olan qeyrət sizin var yoxunuzda, nəslinizdə yoxdur ya kişi. Bunlarda olan qeyrət, namus, var yoxunuz sizin anavuzda, bacınızda yoxdur ya trollar. Ay İlham Əliyev. Bunlarda olan acına da qeyrət, namus sizin var yoxunuzda yoxdur. Bax, kişiliyimə and olsun. Allah haqqı. Ona görə bu günləri Heydərin şəklində işləmişəm üstünə. Ona görə. Ona görə ona atmışam şeyin üstünə. Allaha and olsun. Boyunuzu yerə soxun. Boyunuzu yerə soxun sizi. Aleyküm salam. Xoş geldiniz. Axşamlar xeyir Əmir bəy. Hər vaxtınız xeyir. Necəsin, nə var, nə yox? Yaxşılıq, siz necəsiniz? Biz də şükür Allah, yaxşı. Yaxşı olasın inşallah. Buyurun. Buyur, Qazi, buyur. Amma bəzi adamlar var burada düzgün danışmırlar. İndi mən olan bir şeydə danışım, mən çox belə danışmaq xoşlanmıram. Ancaq bəzi məqamlarda bu saat siz vurguladınız ki, Qabil, Manaf, yəni onlarda qeyrət var, bizdə yoxdur, belə danışdınız da, düzdürmü? Necə? Qabil, Manaf nə? Deyirsiniz ki, Qabildə, Manafda olan qeyrət kimlərdəsə yoxdur da, düzdürmü? Bəli. Mən onları da istəyirəm, ancaq ki, indi bəzi məqamlarda onlara deyirəm ki, onlar durub müğənnilərdən danışıyor. Onlar mühacirdir, mühacir sayılır. Allah canlarını sağ olasın. Var olasın. Nə dərəcədə düzgündür ki, bu müğənniləri onlar ifşa edirlər. Niyə müğənniləri də, məhz müğənniləri? Mən sizə bir dənə deyim də. Məsəl üçün, niyə müğənniləri, məsəl üçün, niyə müğənniləri ifşa edirlər? Mən sizə deyim də. Onlar müğənniləri ifşa eləməkdə səbəbləri var. Bax. Bir kişiyə yaraşan bir şey. Yox ya, ay qardaş. Bir kişiyə yaraşan bir şey deyəndə ki, Vasif Talıbov 7 milyard pul yetişdirib şeyə. 7 milyon. Vasıfdan danışsın. Röya. Bəs necə olur? Bəs bizim pulumuz yeyirlər də. O milyon bizim pulumuzda. Bəs bunlar necə danışmayaq? Necə danışmasınlar bundan? Niyə sakit yanaq? Bəs kimdən danışaq? Heydərdən danışaq. Bu günləri sizə bir söz deyim Qazi. Siz neçənci ildə qazi olmuşsunuz? Buyurun. Mən 93-94'də. Lap yaxşı. Mən sizə bir dənə söz deyim. Nə qədər pul alırsınız? Mən aradasam 750 manata yaxın. Hərbiçi olmuşsunuz da siz. Əskər olmuşum. Yaralanmışsınız. Hə, 2 dəfə, 3 dəfə, 3 yerdən. Allah ömür versin sizə. Bu günləri Heydər Əliyevin ad gününü keçirdiniz. Nə ad gününə gitmədim, mən öz ad günümü keçirən oğlan deyiləm. Var olasın, bax. Kişi adamsın. Mən özüm heç ad günü keçirmirəm. Var olasın. Ad günü keçirmək belə bir, yəni dinə də bir mənsub bir şey deyil yəni. Yox. Ad günü keçirmək başım olmaz. Ümumiyyətlə olmaz. Bəli. Ola bilirəm. Bəli. Yəni mən indi belə deyim, indi burada var, Qazi qardaşım da deyib, bu yaxında İsrail günü yandırdı da özümdə. Allah rəhmət etsin qazilərimizə, Allah şəhidlərimizə rəhmət etsin. Qazilərimizə can sağlığı versin. Bəli. Bəli, hər şey gözəldir, hər şey superdir. Sizə yaz, nədir super, nədir hər şey gözəldir? Yox, Ha. mən demirəm ki, hər şey Yaxşı, kəsəniz. Aha. Yəni var, bəli, çatışma, hər bir şeyimiz var. Yəni ki, çatmayanlarımız var da, belə deyil. Nə çatıb ki, nə də çatmasın, belə deyək. Bəli. Qubalısınız Mən siz. özümdən götürsəm, şəxsən özümdən götürsəm, mən Evet, yəni xoş evlə də təmin olunmuşam, maşınla da, pensiyamı da alıram, uşaqlarım təhsil alıb dövlətin yəni ki, sayəsində də dövlət tərəfini oxudum. Yəni belə mənə xüsusi iradım yoxdur, ancaq kiməsə olmursa bunlar,
onlara olunmalıdır. Mən də istəyirəm ki, olunsun, millətimiz yaxşı yaşasın. Bu da demək formaları var. Qabil bəy ürəkdir, ürək. Aha. Biz təmciblə, təxtirlə tanışsaq bir-birimizə, belə deyək də Elnur müəllim, mən sizə xüsusi simpatiyam var, belə deyək. Var olasın qardaş. Mən sizdən bir dənə əmrləsəm ki, Elnur müəllim sabah 200 manat pul göndər, təcili pul göndərməli 200 manat. Siz mənə pul göndərərsiniz? Yox. Yox. Bəzə bir xahiş etsəm, qardaşım, mənim ehtiyacım var, mənə Bəli. 200 manat pul lazımdır. Gözəl şəkildə çatdırsam bu sizə, ürəyinizə Bəli. keçsəm belə. O günləri qardaş mən burada gəldilər mənə, mən burada bilirlər də, mən burada yəni izləyicilərimin sayəsi ilə də, yəni açıq deyəcəm də sizə. Mənim izləyicilərim çox belə ürəyi təmizdirlər. Allah onları var eləsin. Mən onlarla həqiqətən də mənim izləyicilərimlə mən fəxr edirəm. Ömür bəy, indi mən sizdən bir də xahiş edirəm. Bax, burada yazılana baxın bir dənə. Buna pul lazımdır. Hə, buna pul lazımdır. Uca yozdular. Buna pul lazımdır. Aha. Sonra baş qoşmayın. Mənə pul lazım olsa da mən girən kimi deyərdim ki, mənə pul lazımdır. Qardaş, mənə kömək edin. Bəli. O da söylədim. Biz də mənə də kimlərsə. Hə, siz oranı oxuyun. Yeni oranı oxuyun. Söhbətdə deyirlər. Mən olduğunu deyirəm. Yəni, olduğunu danışıram. Mən olduğunu danışıram. Mən Nur bəy, mən sizə xüsusi hörmətim də var. Yəni, Var mən olasın. sən nəsə bilirsən, özündəki bu təxtirin tərəfdarı deyilsən. Bunu da bilirəm. Girirlər də bura. Qardaş, girirlər bura. Şərəfsizdə söyüş söyür. Mən də məcburam ki, söyəm də onları. Başa düşdünüz? Yox da bir var ki, haqsızı söyləyin. Yəni, haqsız danışana təmqid eləmək olar. Haqsız... Yox, mən qələt eləyərəm. Orada kimsə gəlib... Yox, mən ümumiyyətlə heç kimin başı üçün deyil ki, durduq yeri kimsə durub təhqir eləyər. Onu kim eləyir? Mənim adama deyirlər, gitsən, başım çatır. Sizlə mən danışıram. Sizlə danışdığım müddətdə, bu 5 dəqiqə ərzində nəsə bir nələyiq ifadələrimi eşitmisiniz mənim? Mənə görə dindirəm. İndi bizdə söyləsi yer də qaldı. Yox da, açıq danışaq da. Yox da, İlham Əliyevi sevirsən, sev də sənə kim bir sənə deyən var, sevməm. Mən sənə yaxşı gözdən baxmıram da, sevirsənsə mən yaxşı gözdən baxmıram. Mən İlham Əliyevi pisləyirəm, sən də mən yaxşı gözdən baxmıram. Bu sənin şəxsi fikrindir, bu da mənim şəxsi fikrimdir. Yəni durub burada mənə durub, səhv deyirəm, xoşun gəlmir məndən, at bloka, əngəllə məni görmə. Sən mənə nə yaxdırsa, mənə söyləyəcəksən, mən də mehri quşu söyləyəcəm. Yəni, əvəsi öz fikri var, hamısı öz fikirlərinə belə şey olmalıdır, hörmət də. Bəli. Ekranı bəyənin də dayanmadan, çox xahiş edirəm. Bizi izləyən, bizi istəməyən qüvvələr də var da, belə deyək ki, 5'i istəyirsə onu da istəməyənlər var, bu formada deyil. Yəni, burada biz elə çıxış eləməli ki, millət olaraq bir olmalıyıq, bir-birimizə dəstək olmalıyıq. Bizi istəməyənlər də görsün, yəni onların gözü partlasın. Mən necə deyilir, ürəyi partlasın ki, gör necə məhzəbə millət ki, bir-birinə dəstək olurlar, bir-birinə həmrə edirlər bu formada. Yəni, söyüşlə, təxtirlə mən bu tərəfdarı deyiləm. Kimsə kimisə təxtirləsin, mən bunu təxtirləsin, belə yox. Ümumiyyətlə, yaxşı pisə pis demək lazımdır, başqa söz yox. Valla, mən burada həmişə də pisə pis deyirəm. Valla, pisə heç var yaxşı demirəm. Deyək, qoymuşam şəkilləri qabağıma, itil qızı köpək sürüstür, nə var? Qoymuşam qabaqlarıma, elə bunların mamaları da var, mamaların şəkilləri. Utanmırsınız, cənab prezident haqda, cənab Mehriban xanım haqda belə danışırsınız. Deyən görüm nə deyil, deyən görüm. Ne yazık burada YouTube'da danışırsınız. Narkomansınız, siz içip çekip boş boş. İçip çekip gelmişəm sənə tıxamışam bacılıq qıtlığına, hə? Narkomansan. Haqqı deyirsən, sən narkomansan. Nə? Uşaq pulu istəyirsən, sən oğrusan. İlham Əliyevi tənqid eləyirsən, sən narkomansan. Sənin cibindən mən tank çıxardacağım. Bəli, haqqı demək olmaz. Azərbaycanda haqqı deyənə var yox söyüş qoyublar. Qəti, biz mazaxist xalqıq. Bizə xoşdur. Bizə zulm versinlər, işgəncə versinlər. Bizi kes öldürsünlər. Bax, bizə xoşdur, beləsinə. İnsan ölə, insanı götürərlər. Adı neydi? Pulsuz torpaq verməkdənsə 2000 qoyarlar içinə ki, ala get dəfn elə. Kəfən pulu, 300 manat kəfən pulu, 200 manat nə bileyim qəbir qazmaq. Minsinlər, çapsınlar, biz də demək, bax, mazaxist xalqıq, biz mazaxist.
Bizdə doğuşdan belə adamı 9 lira 9 lira pullar alırlar. Öləndə də 9 lira 9 lira alırlar. Adam uşaq ölməyə də qorxur. Ölməyə qorxur. Başa düşdünüz? Enur Bey ona bir söz atmak. Buyur. Sizin en yakın, Deyəndə en yakın dostluğunuz hardadır görseniz ki? canlı yayımdadır qardaş. Ya en yakın dostluğunuz bilirsiniz kimdir? Kamran dedim. Kamran yazardı. Hə! Kamran bilmirəm. Daha Əli Nağıyevlə Kamranın şəkillərini bir-bir qoyub paylaşandan sonra daha görsənmir. Ancaq WhatsApp-da zadda şantajlar edirlər. Ya görse Kamran da buraya gelir çıkır. Hamısı problemi həldir güya. Bəli. Ben de buraya çıkmışım. Ben problemim yoksa. Yok, Hətta mən sizə Azərbaycan Respublikasının Doğuş şöbəsində olan həkimlərdən danışacağam. Səbirli olun siz. Ona ait bir videolar gəlir. Bir dənə qəşəng video gəlir. 10 dənə səhifəmin 10'unda da paylaşacağım o videonu. YouTube'da 4 dənə YouTube səhifəmdə paylaşacağım. 2 dənə Facebook səhifəmdə, 10 dənə TikTok səhifəmdə paylaşacağım. Səbirli olun siz. Mən indi bax keçsəm həkimlərə. Həkimlər, götünüz şipsin həkimlər. Azərbaycan səhiyyəsi. Siz Azərbaycan səhiyyəsi. Azərbaycan səhiyyəsi. Səbirli olun siz. Azərbaycan səhiyyəsi. Enur Bey, ben size göre canlıya koşuldum. Size olan hürmetimden koşuldum. Var olasan qardaş. Eline gelen sözler de- Var olasan. Birinci növbədə mən sizə o qürbət dövlətdə harda yaşayırsınızsa, Allah sizləri qorusun, millətimizi qorusun. Allah nəlim o zülm verən insanlara nəlim insaf versin ki, bizim Amin. millətimiz daha da yaşasın. Biz millət olaraq bir olmalıyıq, doğrudan da deyirəm. Amin. Her şey güzel. Doğru inşallah. O Elnur kızı alalım. Canlıya koşulduğunuza göre teşekkür ederim. Buyurun. Ekranı dayanmadan beğenin ki canlı yayımızı vurur şerefsizler. Canlı yayımı vurur şerefsizler. Sen burada yazmışsan ben senin 079 cevap vermek istemiyorum. Yani bir iki neye göre cevap vermek istemiyorum. Da sakit dur, dinmez dur yerindece. Yeni gelenler hoş geldiniz. Ekranı beğenin. Bozkurt. Ay qoca axşamın xeyir, necəsən? Yaxşıyam ay Bozkurt. Sen necəsən? Sağ ol, başıma dönərəm. Vəziyyət zad nətəri. Vəz- Görürüm, maşallah, yaxşısan, Nastreyin zadın da yaxşıdır. Bir saniye. Necəsiz vəziyyət? Şükür Allah vəziyyətlər. Həkimlər dedin elə ona görə ki, anam Semaşka'da idi, travmatologiya Aha. eləmişdi, sınmışdı ayağı. Aha. Pis gündə deyirəm, gətirmişəm, 83 yaşı var, yaman gündədir, özüm də yəni pis gündə, qarım başamsı, nə bilim, müharibədən qalan şeylər də hamısı. Allah ömür versin sizə. Ağır şey qaldıra bilmirəm, Allah hamd olsun. Dərdim dalayacam, bu kimə deyəsən, kimə şey edirəm. Gənə heç olmasa arada səninlə dərdləşir adam biraz, Nastrenisiz adı şey olur, yaddan çıxır hamısı. Özündən müayət olur qardaş. Var ol Bozkurt, var ol. Bize ancak canavarlar olmalıdır bizim kurgumuzda. Çakkallar yok. Allah sizlərə yar olsun. Var olasan Bozkurt. Var olasan. Bizim yanımızda yani etrafımızda ancak canavarlar olmalıdır. Biz çakkallarla oturup durmuruq. Biz İlham'ın diktator İlham Əliyevin tulalarıyla İlham Əliyevi tərifləyənlərlə oturup durmuruq. Allah amanat öpürəm. Canavarın etrafında canavar olar. Bozkurt. Öpürəm səni. Var olasan. Allah size yar ve yardımcı olsun. Allah amanda kal kardeş. Var olasan. Sağ ol, sağ ol. Sağ ol. Allah şəfavızı versin inşallah. Allah bu hakimiyyətinin belini qırsın. Yeni gələn hər bir kəs xoş gəldi. Ekranı dayanmadan bəyənin ki, canlı yayımız artsın. Canlı yayımı bəyənin, daimi izləyicilərim mənim, gözəl izləyicilərim mənim. Buyur.
Baku Bakılı 782 efirdəsən, buyur. Rəşad. Axşamınız xeyir qardaşlar, axşamınız xeyir. Rəşad. Nətərsən qardaş, nə var nə yox? Sağ ol, yaxşıyam, sən necəsən? Bütün buradan qeyrəti, namusu olan bütün hər kəsin salamlayıram. O trollar da, o sabunlara da demək istəyirəm ki, Evet. az sabunluq eləyin, az sabunluq eləyin. Bu şeyləri Sağ ol, xoş görməyən gəldin. kör ola bilər. Bu haqsızlıqları, Azərbaycanda olan haqsızlıqları görməyən kör olar, şeytan olar. Bəli. 58 dənə qazi özünü öldürür. Va kişi, kimin qeyrəti var, kimin namusu var, çıxsın paylaşsın. Qeyrətiniz olsun, 58 dənə qazi özünü öldürür. Qarabağ Azərbaycandır, Qarabağ onu demə hasaddə olsun. Onu demə hasaddə çıxıb bulvarda qalemvay genlər, nə bilim, nələr. Onu demə hasaddə 58 dənə qazi özünü öldürür. Bundan danışın, bundan danışın. Yoxsa bilə gəlir oturmuş orada biri bunu deyir, biri bunu deyir. Qeyrətiniz namusu sözün düzün deyin, şeytan olarsa, haqsızlığa göz yuman şeytandır, oğraş, namussuzdur. Öpürəm elmur səni, sağ ol qardaş. Özün necəsən, vəziyyət necədir? Yaman içi dolu gəlmişdin, ara qaçdın. Gəldi, söydü, çıxdı, getdi. Yeni gələnlər, xoş gəldiniz. Ekranı bəyənəyin, zəhmət olmasa. Gəldi, söydü, getdi. Yorba, bunu vurur. Qoşul bura. Səni debata çağır. Qorxma, gəl debata. Debata gəl, debata. Səndən debat eləyəcəm, gəl bura. Gəl debata. Gəl vızqı deyə burada, nə? Bulaşar. Yaşasın mənim prezidentim, sən sevməyə bilərsən. Verim sənin prezidentimin xittəyinə, İtalyan prezidentimin xittəyinə. Sənə axırıncı dəfə, son dəfə sənə xəbərdarlıq edirəm. Mənim canlı yayımımda var yoxunu sikim. Gəlib İlham Əliyevin adını çəksən, var yoxunu sikim. Bütün izləyicilərimə hamısına deyəcəm, sən canlı yayımı açanda sənin canlı yayımı gəlib spama atıb bir dəfəmi yerdimi sildirtdirəcəm. Yəni bax, son dəfə sənə xəbərdarlıq edirəm. Bu sözü sənə son dəfə xəbərdarlıq edirəm. Bir də bu sözü sənə xəbərdarlıq etməyəcəm. Bu sənə son xəbərdarlığım mənim. Sənə son xəbərdarlığım. Başa düşdün? Sənə son xəbərdarlığım. Sən bir də o qəhbənin balasının adını burada çəksən, bu səfər sənin şotuna gedib onların işləyəcəm onların şəkinin üstünə. Mən sənə son dəfə xəbərdarlıq edirəm və sənin ixtiyarın yoxdur ki, onun adını gəlib mənim canlı yayımda çəkəsən. Mənim canlı yayım qeyrətli insanların yeridir. Qəlbə qühbəli, fahişə-mahişənin adını çəkmək heç bir insanın götü üçün deyil burada. Heç kimə də icazə vermirəm. Heç kimə icazə vermirəm mən onu. Heç kimə icazə vermirəm. Sənə son xəbərdarlığımdır bu. Son xəbərdarlıq edirəm sənə. Var yoxla elə səni efirvi yerinə yersən eləyərəm, qalar beləsə qışların göydə. Məndən oynama, məndən oynama, məndən oynama. Son xəbərdarlıq edirəm, məndən oynama. Son dəfə, son dəfə, mən hazır. Canlı spam eləməyə, diktator Aliyevi tərifləyənin canlı spam eləməyə ordumu burada toplayıram. Nə qədər ordum varsa gülmək işarəsi bassın. Hazır olanlara yuxarıda gülmək işarəsi qoymuşam. Diktator Əliyevi tərifləyən, canlısını spam etməyən nə qədər adamlarımız var? Yuxarıda bir takibi görəyin. Basın gülməyə gedəyin nə qədər adam var? Gülməyə basın görəyin nə qədər adam var? Yeni gələn hər bir kəs xoş gəldi. Hər bir kəs yuxarıda gülmək işarəsi qoymuşam. Hər bir kəs gülməyə bassın.
Görək nə qədər yuxarıda gülmə işarələri qoymuşam. Gülmək. Gülməyin üstünə basın görək. Burada gülməyin. Yuxarıda gülmə işarəsi var. Bugündən sonra ordumuzu toparlayıb, vaxt təyin eləyib. Ancaq nə edəcəyik? Gözəl izləyicilər, gözəl qardaşlar, ancaq nə edəcəyik? İlham Əliyev tərifləyənlərin səhifəsini spama gedəcəyik. Sırf spam edib bağlamaqdan ötəri. Razısınız məndən? Razısınız məndən? Mən hazır. Всё. Bax, bunu bax eləyəcəyik. Canlı yayımı spama gedib, canlı yayımları bağlatdıracağıq. Всё. Ancaq bu, всё. Özümüzə ordu toplayırıq. Sən öl, Allaha and olsun. Sırf bu işlə məşğul olacağıq. Və gücümüzü bununla göstərəcəyik bunlara. Heç bir kəsi TikTok'da qoymayacağıq ki, İlham Əliyev tərifləsin. Onları sikə-sikə öldürəcəyik. Mən bu gündən başladım. Prinsiplərlə mən prinsipə girəcəyik. Eşitdiniz? Yəni prinsipə də girəcəyik. Bax belənçinə. Всё. Bax belə. Ordumuzu toplayırıq. Ama heç nə, özüm ölüm. Girsən canlıya, şuman edirsən canlı, var, yox, nə elə. Qəhbəxanayı döndərsən canlı çıxırsan da, özüm ölüm. Всё, ancaq var verənçinə. Baxaq indi görək nə edirsiniz də. Mənim canlı yayımda heç bir kimliyindən asılı olmayan gəlib diktator Əliyev yaxşı deyə bilməz. Mən icazə vermirəm bura. Və mənim qeyrətli izləyicilərim buna icazə vermir. Kim vurdu? Dayanmadan ekranı beğeneyin. Bu günləri Corbacor'un 100 illiği tamam olduğuna göre ona güzel sürprizlerim var idi. YouTube kanalı Siyasi Medya kanalında paylaşmışam. Girib hər Siyasi Medya kanalına girib baxar. Hoş geldin Elməttin, buyur. Aleyküm salam. Hoş geldin. Burada Qabil Məmmədov adından qaqaydı. Mən burada saat əsr durum. Qaydır orada öyle biri sözü. Qabil etsən, Qabil hörmətim var. Varın yox bu sözə görəsən burada olsa səni tutub başını işləyərəm. Pekka bilə. Başa düşürsən mi? Zırx bilə. Mən də sadə bir vətəndaşımdır. Ben burada deyirəm İlhamla gedənim falan yerinə falan şey olsun. Bu cidatda tam var yoxum belə eləyir. Amma monitor arxasında nə söylüyor ya o? Kim söylüyor qardaş, kim söylüyor? Qabil Məmmədov yazılı bir şeydi, bir dənə daha baş kişi var, o ağzına gələn danışır orada. Arifdə axı. Bir dənə bax orada, bilmirəm oradadır mı? Yeşə kişidir, danışığını bil. Mən orada gör artıq əksik. Hakimiyyətə qarşı bir götə girəni eləmişəmmi? Əgər götə girənin var yoxunu seçimli. Mənim haqqımda bir mik danışan ölsün seçim, anasının bahsini alır. Ya rezervləşmə. Sadə bir insan Fəhli Baba adamım, Yazıb ki, İlhamla irəli yazmışsan, ona görə o da eləsinə deyib sənə. Demişəm ki, İlhamla irəli girənin ölüsünü bahsini alsın için. Subut eləsin çıxarsın orada şəriflər gönətə yazmışam orada. Mən orada elə yazmışam. O tipoy bilmir, özü danışanda deyil belədir. Eşə kişidir, nə bir hörmətimiz var ya ona. Ağzının danışığını bilsin. Amma ki, oğlanın başını işləyərəm. Yaxşı. Sonra arxan söz söyməyim var ki, oğlu istəyirəm ki, gəlin çıxsın qalan 40 dəyinə soxum. Çox sağ ol. Nəysə də. Var olasın, var olasın. Ana badı söymən yer. Salam aleyküm. Aleyküm salam. Necəsən Nur bəy, necəsən? Yaxşıyam Turan bəy, siz necəsiniz? Turan qurmaq istəyirlər, ay Turan bəy. Bunun axırı necə olacaq? Nəyin abi? Turan qurmaq istəyir İlham Əliyev. Turan qura biləcəkmi sizcə? Mənə əsas bilirsiniz nə lazımdır? Əsas vətəndaşların xoş yaşamağı, həmnavan yaşamağı, nə bilim belə xoş yaşamağı bizim üçün daha vacibdir. Xoş yaşamaqdan ötəri nə etmək lazımdır? Bir zaman başqadır yaşansın. Yaxşı yaşamaq üçün vətəndaşlara baxmaq lazımdır. Hər bir vətəndaşlara fərqi yoxdur. Yəni Azərbaycanda hər bir vətəndaşın yəni borcudur yaxşı yaşamaq. Yəni Azərbaycan vətəndaşı yaxşı yaşamalıdır.
Fərqi yoxdur, rəsmi dövlət işçisi olsun ya ayrı-sıravi vətəndaş olsun, hər biri yaxşı yaşamalıdır. Yəni bir haqsızlığın özüm yəni şahidi olmuşam ki, yəni bir nəfər bizim qohumlardan tutulub. Heç nədən 4 il içəridədir. Yəni dinli, radikal kimi tutulub. Hələ də buraxılmır. Aha. Hələ də buraxılmır, yəni onun da işinə baxılmır. Getdilər Nigeriyanı buraxdılar, nə bilim nə buraxdılar, o yetimi buraxmırlar. Ona biz dəstək oluruq ki, onun ailəsinə biz dəstək oluruq ki, o yaşasın, uşaqları yaşasın. Uşaqları da əskər gedəcək. Nəticədə ona hələ bir nəfər demir ki, ay bunlar, bu gəl 50 manatı, bir 80 manatı, bu uşaqlar böyüsün. Bu uşaqlar sabah əskəri getsin, nəsə olsun, sağlam böyüsünlər. Bəli. Uşaq pendirtörədən nə qeyb əskər olacaq, nə erməni qabağına çıxacaq. Bəli. Bu uşağa dəstək olmalı ya yox, kimsə dəstək olmalı və buna dövlət dəstək olmasın. Mən nətər dəstək olmalı, mən fəhlə işləyim, 20 manatdan uşağa nə dəstək ola bildim 3 dənə uşağa. Bu yetimi bırak, bu geçsin ailəsinə baxsın da. Nə saxlamsan 4 duvarda? Qol gücüdür, qol gücü sən nə qol gücüdür, qol gücün də qabağına güc çıxır, xəbərim var. Yəni belə şeyin yeri yox, nə bilim, bəzi şeylər indi gəlib danışırıq, prosta ki, Allah kömək olsun. İstəmirik, nəsə bir başqa olsa düzgünlük istəyirik, düzgünlük. Düzgünlüyə, yəni kitfa verməyi istəyir, başqa bir şey istəmirik. Kimsə, yəni düzgün olan düzgünlüyə danışsın. Allah hamd olsun, yəni başqa bir şey istəmirik. Yəni hər bir şey, sən orada belə bir çıxasın, manatdır, ya sənsən, ya qabildir, gəlib belə bir çıxasın, hər şey qaydasında olsa, hamı gəlib burada yaşayar, əmnavan yaşayar, gözəl də yaşayar. Başqa bir problemə nə ehtiyacı var, Kim kimə problem yaradır ki? Gəlsinlər bu ailələr xoşbəxtdir. Siz nəsiniz? Uşaq pulu verilməlidir belə ki, uşaqların polonası, uşaqlar gəlib yaşamasa, o uşaq deyib, Allah rəhmət etsin, şəhid olursa, o uşağa da baxmaq lazımdır. Birinci yaşından, o uşağın 18 yaşına nə qədər uşağa baxmaq lazımdır ki, o uşaq xoşbəxt yaşamalıdır ki, gəlib əskər də olsun, şəhid də olsa, deyəcəyim, o uşaq gün görüb. O uşaqlar gün görmür, qardaş. O uşaqlar gün görmür. Allah hamd olsun. O uşaqlar çox əziyyətlə böyür. Yəni, bunlar demək istəyirdik ki, yəni, bəzi də məhbuslar var, onlar buraxılsa daha yaxşı olar. İndi izlənilmir. Özləri bilər. Amma bəzi məhbuslar var, inşallah ki, özləri baxsalar, yəni günahsız yerə yatırlar. Həqiqətən günahsız yerə yatırlar. O məhbusları buraxmaq lazımdır. Ki, bu qara dərlidir, nə bilim nədir. Bəzi məhbusları buraxırlar. Yəni, bilirəm, çox nəzir buraxırlar. Amma bəzi məhbusları buraxmalıdır həqiqətən. Yəni, günahsız da olur. Mən dəqiq deyə bilərəm. Çox ayıbdır. Utanıram şəxsən. Mən sabah dost danış içində danışanda bir xarici vətəndaşla danışanda utanıram ki, nə haqqında danışım, nə deyim, mən danışım ki. Uşaqlar oturuq, yeyib içməyə, nəsə bir söhbət eləməyə. Ekranı bəyənin, çox xahiş edirəm. Görürük ki, bizdə heç bir şey qaydasında deyil, görürsə heç bir şey qaydasında deyil. Biz də istəyirəm, düz deyirsən, bax onu düz deyirəm, Lavina. Onun alətindən mən baxıram, onun alətindən mən baxıram. Biri yazıb burada, vətəni sevə-sevə məcburuq tərk edək. Valla, həqiqətən də vətənimizi sevə-sevə məcburuq tərk edək. Diktator Əliyev bizi çox pis günə qoyub. Valla çox pis günə qoyub bizi. Allah hamd olsun, amma məndən Elnur, məndən yəni belə çox vətəni sevən yoxdur, Allah hamd olsun. Yəni vətənim üçün həqiqətən canımdan keçir, mənim torpağım üçün. Yəni çox sevirəm, həqiqətən vətənim üçün. Mən uşaqlıqdan bu cür böyümüşəm. Amma ki, indi bir dəqiqə bizim qohumlardan, yəni məhbus olan bir şəxslərdən görürəm ki, məhbusdadır, yəni türmədədir, onun uşaqlarına mən baxıram, çətinlik çəkirəm. Allah'ın da çətinlik çəkirəm, baxa bilmirəm. Mən özümə subayam, 27 yaşım var, subayam. Yəni, baxa bilmirəm, ürəyim partlayır ki, mən erməni də mübarizə aparım, səndən niyə mübarizə aparım mən? Erməni də mübarizə aparım, Rus da mübarizə aparım mən. TikTok'da siyasi medya kanalında Nazan Məmmədova. TikTok'da siyasi medya. Bəli. Baxın, nəzarət eləyin də, qurban sənə. Yox, Sultəpədə qalıram. Bəzi səbəblər var, adam qalır belə. Xüsusi təyinatlı, 052, buyur. Qoşulmuşsan bura danış. Bəli, YouTube kanalında da canlı yayım açmışam. YouTube kanalı siyasi medya. YouTube kanalında son videoma girin. İlham Heydər Əliyevin ad gününə bağlı video çəkmişəm.
Girib o tualetdə zada çəkmişəm də videonu. Girib baxarsınız. Bakı Bakılı buyur. Sağ ol, axşamınız xeyir. Hər vaxtınız xeyir. Buyur. Qardaş qoşulursan, danışmırsan, vaxtımı alırsan hemen. Yaxşı elədin. Yeni gələnlər, xoş gəldiniz. Ekranı bəyənin, çox xahiş edirəm. Xüsusi təyinlər ki, buyur. Alo. Bəli. Eşidirsən amma. Salam. Kimsən adam balası kimi danış görə eşidirsən məni? Bir düzəməli danış görə nə deyirsən? Hə, eşidirəm səni, hə. 02 şəklini qoymuşsan gəlmişsən bura, hə. Əskərlikdə olmamışsın sən, hə, buyur. De. Eşidirəm səni. Hı. Amma bu sikim. Mən də mehribanı sikim, döşünə töküm mehribanı. Söz söyləyin də. Yaxşı. Mən də mehribanı döşünə töküm. Ayıbdır, söz söyləmək. Töküm mehribanı döşün arasına. Oradan da sən yalayasan. Yaxşı? Sənə də anavı sikim, arvadını sikim. Etsin sən də. Söz söyləyin, söz söyləyin. Sözsüz belə. Vicdanların interneti zəifdir. Başlasın oğlan biləm səsən kəlmə ilə başa salır da bu söyüşə nə etə? Söyüş acizlikdir biraz. Xiyara. Teysə. Söyüş bəzi danışadan kimsə söyüşə dav eləyə. Belə ki bir-birinin fikrini çatdıra bilirsin. Niyə söyüş etər var? Peysər. Yox, söyüş. Hər vaxtın xeyir. Necəsən? Çox sağ olun. Neyinisən Mən burada vəziyyət? bütün balalarımı da salamlayıram. 72 balalarımı. Adlarını bilməsəm də hamısı balamdır mənim. Siyasi mediada ay Nadir. Siyasi media. Sələ bu da YouTube'da da budur. Məndə hər yerdə budur. Siyasi media kanalıdır Nadir. TikTok'da da siyasi mediadır. YouTube izləyicilərim. TikTok kanalında da siyasi media kanalıdır. 210 nəfər ekranı dayanmadan bəyəni canımız qalsın 1000-ə 2000-ə qalxaqda. Bu nədir 210 nəfər? Eşitsən mənimlə. Buyur qardaş, buyur. Deyirəm ki, heç bir nə qazi, nə şəhid ailəsi, nə müharibə vaxtı döyüşən bir nəfər belə qeyrət olan əsl döyüşçülər, yəni orada can qoyub, orada xidmət edənlər, heç biri qalxıb burada nə səni söyməz, nə səni söyməz. Nə də ki, hakimiyyətin tərəfində olmaz. Bəli. Maaşı da olsa, vəzifəsi də olsa, immunovoyenlər deyirəm ha. Yəni mən özüm olmuşam. Ne kadar bir dəqiqə. Bir nəfər belə orada olanların heç biri girib səni söyməz. O girənlər var, aşkaki zat vururlar, nə bilim, 052, zat, orada. Hamısı biç balalarda girib söyənlər elə. Çoxsa qız da tutmaqsa da adını yazıb. Söyüşə ümumiyyətlə ehtiyac yoxdur. Vallahi Ay Turan, bilsəm nətədir vəziyyət? Bunlar elə bir qurum yaradılıb ki, bunları ancaq söymək lazımdır. Başa düşsənmi? Söyünsüz bu mümkünatı deyil. Elə bir vəziyyətdir ki, ancaq söyünclə bunlar başa düşür. Normal necə danışasan? Elmi dil danışmaq olur bunlarla. Bunlarla danışmaq olmuyor normal. O bicbala var da 052 yaşıma adıyla girib ora. Onu söyən var idi, girdi söydü. Ya buna bəyənmirsən baxmadın ha. Yox, şimdi söz nəsə eləyir, onun öz fikridir, onun şəxsi öz fikridir. O söyür, mən də girib indi bundan da onun cinayətdir. Bizə aidiyyəti yoxdur. Bilirim, yəni elə söyəndə var, ay Turan, sana da başa gələcəkdə bir tövsiyəm var, elə pis çıxmasın. Heç vaxt deməcəklə ki, söyüş söyməyək ki, bu elə qurulubdur ki, vəziyyət. Bunlar söyür, biz də söyməliyik. Bunlar bir dəfə söyürsə, biz 2 dəfə, 3 dəfə söyməliyik. Başqa cür burada elmi, mədəniyyət hamısı qoyulmalıdır kənara öyle. Mən söyüşür, mən belə çox pis baxıram. Mən gəlsin kimsə özbəz söyürsün, kim online söyürsün, online söyürsün, özünə gedir kəplər. Eşitsən Turan. Ben kim söylesem ben Allah'ın dostu. Ay Turan, bu TikTok'du. Bu elə bir mübarizədir ki, bax hələ ki belə mübarizədir. Başa düşsənmi? Bax hələ ki belədir. Burada durub nədir bu borculuq eləməyin söhbətdir, təkbətək söhbətdir. Bu hamısı teskisat, vozluq söhbətlərdir. Başa düşsənmi? Bu buranın söhbəti deyil. Burada ancaq söyüş olar, ancaq belə deyəcəm. Ay Turan, qadam, burada sən heç kimə qadağa qoya bilməzsin. Bu girin bizi söymüyün.
Görsən biz bana Normal mübarizə aparın da. Normal nə dedin? Çıxdı var, söydü. O nə mənası var? Biz də onun tərəfdarı oturursan. Mən dediyimi başa düşürsən mən nə deyirəm? Başa düşürəm. Yəni deyirsən ki, yəni Başa düşürsənsə, adam elə söz demişsən, heç kim söymürdü ki. Bax girdi bicbala söydü. Naxçıvandan idi özdə. Mən 100% biləm o Naxçıvandan idi. Naxçıvanlı olan adam bir belə Naxçıvanda orada cəmiyyətə damını oynamağa qoymurdular. Gün nə qədər çurban yerinə qoyurlarsa bunları, mən onlara yazığım gəlirdi. Hələ bir Naxçıvanlı olarsan, gənə də elə bir girib söyləsən, sizi orada çumu yerinə qoymuşlar. Damını oynamağa qoymurlar çayxanada. Mən orada gördü. Nazir idi, nə idi orada? O məhvələmişdi oranın Naxçıvanı. Bir şey ki gedib maşına kredit alırdılar. Maşın var, təzə maşını. 10 minlik maşını bunlara 30 mindən verirdilər. Taksavatlıq eləmək üçün kişi. 10 minlik maşına 30 minə kredit verirdilər. Bu nə deməkdir? Naxçıvanı göndərmişlər Adil Respublikaya. Elədir ki, ölkənin içində bir dənə də əlavə ölkə qurmuşdular. Mənəm Nadirə, Nadir xoş gəldin. Öz mənfəətləri üçün milləti fikirləşən Aslına var. qalarsan, öpməliysən dirək. Hələ qalın burada. YouTube'da qalın. YouTube'dakı bacardığınız qədər TikTok izləyiciləri, bacardığınız qədər YouTube kanalında gedin. YouTube kanalında bəyənin, qoy canlı yayımımız açsın. Çox xahiş edirəm YouTube kanalında. Elə mənim bir dənə tövsiyəm var, Ayelnur. Aha. Bir dənə sayt yaradın gələcəkdə. Bu ən böyük sizin neçə ildə bax burada bu mübarizənizin ən böyük şeyi olacaqdır. Zərbəsi olacaq. Hələ belə tarixdə belə zərbə olmayacaq. O yüzden bunlar da azalacaqdır. O da nədir? Bir dənə sayt yaradın. Hamınız birləşin. Bir IT-dən, kompüterdən, o sayt yaradanlardan baş çıxanlardan. Aha. Bu çox ölkələrdə olub da bir də belə qoduqlarla hakimiyyəti, milləti qanun duran adamların mübarizəsi ən effektiv yollardan biridir. Latin Amerikasında da olub hətta bu belə bir saytlar və o hakimiyyət dəyişəndə həmin o qoduqlar bir o saytda kim olsa hamısını takip yada salmaq satılır. Sayta baxsın, filankəsə saytdadır. Şu, bu. O da nədir? Həkimlərdir. Elə bir həkimlər yox ha. Millətin qanunu içən, hakimiyyətdə işləyən, qayda işləyənlər, polisdə, bəzi hərbidə işləyən millətin tərtər asılarında camiyyətdə qanun duranlar, sonra deputatlar, idmançılar, xalq artistləri, əməkdar artistləri, incəsənət xadimləri adına incəsənət xadimi qoyanlar. Hər ayda 1000 manat, 1500 manat maaş alanlar. Onun da hakimiyyətə tərəfində olub və millətin hərəsinin də 100 min, 200 min takipçisi, nə biləm bir özünün adamları var da, izləyicisi var. Yaz Kənan, yaz. Millətin total şəkildə fikrini yayındıran və başqa səmtə aparan üzdə olan insanlar var. Onların hamısı o sayta düşməlidir. Və tutalım ki, məsələn, xalq artisti. 20 ildir xalq artisti adından ayda 1000 manat pul alır, 1500 manat, 2000 manat pul alır. 20 il vurulmalıdır 12 aya. O şu summanı da, qardaş, ölübsə də balalarına çatmalıdır, evzadı. Sağdasa da sağ vaxtında nə qədər hakimi hökumətdən, büdcədən pul alıbsa, o götəcirəni elədiyinə görə, 72'li elədiyinə görə, xalqın yanında olmadığına görə, xalq artisti, xalq nətə deyim, insanı olmadığına görə o pullar ondan hamısı alınmalıdır və cəzasını çəkməlidir. Bilərəkdən, qəsdən quldur hakimiyyətin tərəfini saxladığına görə. Bu olmalıdır. Bu olsa çox böyük zərbə olacaqdır. Hər dəfə, hər gün bir nəfərin adını orası salsanız o sayta, mən inandırıram ki, onlar başlayacaq ki, o sayta adı onların düşməsin ora. Bu ən yaxşı bir zərbə olacaq. Bu haqda fikirləşin. Bu bizi trollar var ha, bu 70'də bu qarışıq spermadan əmələ gələnlər var ya, bu səndə girib yazırlar ya, bunlar elə belə şeylərdir. Bunların adını it dəftərinə də salmaq lazımdır. Əsas o normallər delimi TikTok'da olmayanları, reallıqda millətin qanunu içənləri deyirəm. Onlar o sayta salınmalıdır. Yoxsa burada bu trollar var ya, 3 manat, 5 manat belə dilə gəlirib komment yazsın. Qarışıq spermadan əmələ gələnlərdir. Azərbaycandan çox uzaqlarda. Aslana mənim nömrəmi yaz burada. Mənim nömrəmi yaz, Azərbaycan çox uzaqlarda. Mənim WhatsApp nömrəmi yaz Aslana. Aslan parçasının nədir? Yaz WhatsApp, elə WhatsApp'ını yaz burada. Elə, yəni uzun sözün qısası bütün hərbçilərə deyirəm. Mən özüm də cəbhədə bölgəsində olmuşam. 2004-cü ildən bəri
itin zulmunu görmüşəm. 78 dənə erməniyə güllatdığıma görə izahatım var. Erməniyə əmrsiz güllatmağıma görə izahatlarımı qoyub gəlmişəm. Biz itin zulmunu çəkmişik, elənliyin özünə itin zulmunu çəkirlər. Yəni, hərbidə olan 052 adından, Vayenli adından girib burada sənə söyürsə, bir günə ki, o bir gün belə nəinki qulluğa, nəinki döyüşdə heç akop üzü görmür bu adam. Çünki problemi bilir ya, sən əziyyət çəkirsən cəbhə bölgəsində, nə bilim, 50-60 dənə sənin ölkəndə şəhid özünü, qazi özünü asıb öldürər. Bunu bilə-bilə və o haqda danışmırlar. Nə televizor, nə bir nəfər tutulmuyor, bir nəfər istifa verməyib. Bunu sən bilə-bilə girib sən burada kimsə söyürsən, bu trolldur, %100%. Onların hamısının aydınlığını verməlidir ki, bu niyə olur ki? Bu niyə, məsəl üçün, nə məsələdir ki, bu qazi özünü yandırır, falan şey olur, nə bilim, ölkədə o qədər proses. Normal ölkədə Aydınlığını verməlidir ki, yəni bir insan aydınlığını verməlidir ki, niyə olur ki, səbəb nədir? Səbəbin deyəndə, niyə ki? Səbəb bilirsən nədir? Tura, mən deyim bana səbəbini. Səbəbi odur ki, 60 nəfərin, hələ o öz-özünü yandıranlar demirəm, Artacaq. xidmətdə ola özünü öldürənləri deyirəm. Təhlükəsiz qaydalarını riayət eləməyib öz-özünü öldürüb, nə bilim, yıxıldı başı dəydi daşa öldü. Bunlar özdə hamısı narkotiklə giriş-çıxış olan ərazilərdə ölürlər, bilirsən niyə ölürlər? Taparam. Özləri elə bir şeylər görür ki, Aslan təsisli mənim nömrəmi yaz görək. Ay Azərbaycan çox uzaqlı. Bir dənə yazda qardaşımsan. Həmən moment elə şeylər görürlər ki, o həmən moment, həmən an orada olmalıdır öyle əskər. O da görür yazıq. Onunla deyirlər, davay öldürür, bu nəsə gördü orada. Lazım olmayan şeyi görür, onu da öldürürlər, gedir. Vaziyələ deyir ki, Yazmamsan, düşmüyor. Gör vəziyyət nə yerə gəlib ki, Azərbaycanda. Güllə bunun başının arxasından deyir. Ekspertiza da var, hər şey, rəyzət var. Buna deyirlər ki, öz-özünü öldür. Bu nətər oldu? Öldürən adam alnının şeyinə, alnına vurar, nə bilim, cicahına vurar. Bu nətər oldu? Öz-özünü öldürən peysərin daltırından. Onu eləyənlər çıxıb Azərbaycan, onun qanını yoxlatdığını Azərbaycanlıdır. Bir olan Allah'ın da olsun. Vallahi elə çoxsa Azərbaycanlıdır, prosto satılmışlar. Qanı Azərbaycan eləməz. Allah'ın da olsun onu eləməz. Mən oğlanlar tanıdım, yəni o eləməz. Mən mübariz İbrahimov torpağından böyümüşəm. Bir nə danışsam öyrəş. Yəni bizim torpaqda elə bir oğlan böyə bilməz ki, nə bilim o elə kimiz öz əskərimizi öldürər, kimisə üzünə durar, nəsə belə bir şey ola bilməz. Azərbaycandan uzaqlarda mənim nömrəm var da səndə qaqaş, onu ver ona. Onlar verməlidir, o heç vaxt ola bilməz. Yəni sırf vətəndaşın haqqını yeyən, nə bilim, öz torpağında öz əskərini öldürən oğlan heç vaxt Azərbaycanlı ola bilməz. Bunu mən deyə bilərəm. O heç vaxt bir ölkədəki işıq pulu, qaz pulu limitlə açı. 18 yaşına kimi uşaq yetişdirilir, buna pul verilmir. Bu nə deyirlər, həll olacaq. Müharibə dövrüdür, nə bilim, həll olacaq. Onlar deyirlər ki, bir müddətlik həll olacaq. Amma bəzi məsələlər var. Siyasi məhbuslar var. Məhbusların söhbəti gedir. Yəni, içəridə çox əziyyət çəkirlər, günahsız yerə. Yəni, onların haqqı var ki, onları buraxmalıdırlar. Yəni, heç bir günahı yoxdur insan. Uşaqları qalıb çöldə, baxmırlar, heç kim baxmır. Nə uşaq pulu verir, nə bir şey verilir. Hani uşaq pulun vermirsən, sonra yetimi bırax ki, gəlib uşaqlarına baxsın. Onu elə də, onu elə. Sənə deyir ki, get vəkil tut, vəkil tuttum, 3000 pul lazımdır, 5000 pul lazımdır. Sən bırax da bunu, sən mənə qarşı niyə ermənliyə deyirsən ki? Mən erməndən mübarizə, səndən mübarizə aparım mən. Mən deyirəm ki, vaxt gələcək, Elnur kimisinin və digər kimislərinin indi çoxsu lağa qoyur, nə bilim, girib söyür eləyir. Mən inandırıram, vaxt gələcək ki, o söyənlərin də hamısı yox, düzdür, eləsi var, peysər necə gəlir, peysər də necə gedəcəkdir, o heç o dəyişəsi deyil. Amma çoxsu, 60% peşman olacaqdır ki, vaxt ilə sənin girib burada söydüklərinə görə. Mən bilirəm də, elə bir moment gələcəkdir. Yüzünə də deməsə də, özü tənha qalıb evdə oturanda bir dəfə yadına salanda o əməlindən peşman olacaqlar. Çoxsu ilə peşman olacaqdır. Qoy gəlsin sıfır Elnur'a desin ki, qaqaş bu məsələdə sən səhvsən. Elnur da ona aydınlıq versə, Elnur da ona desin ki, mən hansı təfəm qaqaş, gəl mən sənə təhvimin aydınlığı, ya nəsə belə bir şey, Elnur'dan belə söhbət elədən, dildən nə söhbət? Onlar səndən də yaxşı. Eşitsənmi? Onlar səndən də yaxşı vəziyyəti bilir Azərbaycanda. Məndən də Elnur'dan da.
Onlara komandası başqadır. Girib ancaq sövmək, eləmək, trollluq eləmək. Bax burada bir dənə cırıq vardı, atlara sökülmü blok var. Məndən bu vətən fərqi yoxdur. Belə olsun, vətəni sevər hamımızın borcudur. Vətənimizi kim satar, vətəni heç kəs satan deyil. Prosta ki, indi gəlib burada Elnur sən falan şeysən, ya falan kəsən, falan şeysən. Arkadaş, sən səhv danışırsan. Arkadaş, sən səhv danışırsan. Onun aydınlığını ver. Onun aydınlığını verən olar, halaldır. Mənim ürəyim qurban əmin oğlan. Amma sən aydınlığını ver. Sən hansı dövrdə yaşayırsan? Turan, sən hansı dövrdə yaşayırsan? Nə aydınlıqsa, troll girib buna aydınlıq verəcəkdir. Arkadaş, deyirəm də, onu danışarım, onu deyir. Danışa bilmirsən, yəni mənim üçün bozduqda oyunsan. Bilirəm də, vermir də. Gör, indi hakimiyyətin təzə bir metoduna bax. Qazini, adi qazi, elə əslində qazi yox, məsələn, bir dənə rütbəli adamı, göyə döyüşdə xidmət edib. Gətirir onu, qoru bir dənə vəzifə verir, yüngülvarı. Elə bir vəzifəyə qoyur ki, həmən yerə qazi gəlir sənə düzəltməyə. İki qazini xalqa elə çatdırırlar ki, iki qazi bir-birini üz-üzə qoyur. Təzə metod deyil o. O da necədir? Bir cəmaatın fikrini yarı bölməkdir. Yarı elə bir adam həmən o vurulanın tərəfinə durur, deyirlər ki, o da qazidir. Yarı tərəfdə məni kimləri də o vuranın tərəfinə durur. Çünki o da qazidir, onun da səbləri yerinə durur. Bilinmir də hansı vəziyyətə çatdırıb onu oyuna vurubdur. Bunu heç danışan yoxdur. Amma söhbət burada ondan gedir ki, iki dənə qazinin hakimiyyət eləyib ki, millət bölünsün fikri, bir olmasın. Orada bir dənə Grajdanski qoyulsaydı əgər, Grajdanski adam, o Grajdanskini vursaydı, millətin 90% həmən o qazi, o vuranın tərəfinə duracaqdı. Amma qazini qoyur ortaya, o qoyur ki, millətin fikri yayınsın. Yarı tərəf bunun tərəfinə durulsun, o vurulanın tərəfinə, yarı tərəfdə vuranın tərəfinə. Gör nə hansı metoda keçibdir. Bu da niyə keçib onun? Hakimiyyətin sonu olduğuna görə nədir adı? Hər cındırığı əl atırlar. Qazi ilə qazini üz-üzə qoyur. Millətlə milləti üz-üzə qoyur. Nəysə, öpürəm hamınızı. Sağ halal, kişi adamsın. Nə də söylsənsə sənin palojunandır. O söy geçsin, kef elə. Millət hamı başa düşür sənin söyüşlərini. Qadını da, kişisi də ağır bir səyli, hamı sənin söyüncünü normalini qəbul edir. Onların başqa yolu yoxdur. Sağ olun. Var olasınız. Bugün Azərbaycanda Heydər Əlirzaoğlu Əliyevin doğum günüdür. Gəlin təbrik edək. Soxum onun doğumuna. Elədim təbrik. Gəlim onun doğumuna. Var olasan Turan. Var olasan. Çox sağ ol qoşulduğuma görə. Sağ ol. Təbrik elədim. Sənin setin zəif deyə, sənin setin içinə pox. Ekranı bəyənəyin zəhmət olmasa canlı yayınımızı açsın. Yeni gələnlər hər bir kəs xoş gəldi. Azərbaycanda bu günləri yaman ateşfəşanlıq edirlər. Elə bir ki, corbacor bu dəqiqə qəbirdən xodlanacaq. Gəlib deyəcək ki, ay İlham, mənim çox sağ ol. Bu günləri İlham Əliyevin bir videosuna baxdım. Deyir ki, axşamlıq Heçamar xanım, deyir ki, getdim atamın qəbri üstünə, sakitcənin ürəyimdə dedim ki, atacan, sən qoyduğun vəsiyyəti mən yerinə getirirəm, ata. Artıq mən Azərbaycan xalqını qayra-qayra öldürürəm, ata. Sən düz demişdin, ata, qoyun millətdir, İraq yaxşılardan. Hara sürürəm, o tərəfə də gedir, ata. Ata, sənin nə qoyduğun vəsiyyətləri hamısı yerinə getirirəm, ata. Günü-gündən hər şeyin qiymətini qalxızıram, ata. Bir nəfədə çıxıb heç bir şey demir, ata. Çox gözəl xalqdır, ata. Hara sürürəm, orada gedir, ata. İlham Əliyev beləsinə deyib atasına. Atası da oradan qalxıb deyir ki, ay bala, mən sənə demişdim axı. Mənə vaxtında demişdilər ki, sən dünyanın ən varlı insanısan ki, sənin 7 milyon qoyunun var. Hara sürsən də ora gedirsən. Papa, ata yox, papa. Mənim Heydər papam. Papa, sən mənə demişdin, papa, artıq sənin nəvən
arvadı ilə gəldikdən çıxıb papa. Sənin qəbir üstünə gəlib papa, gəlinin burnu boydanadır, ata. Ne boydana burun var gəlində ata. 4 dəfə əməliyyat olunub gəlinin burnu ata. Kəstirə qutara bilməmişdik papa. Allaha and olsun deyirəm. Mən elə bildim ki, birinci bu mehribandır. Elə bildim birinci mehribanla gəlir o. Sonra baxıram ki, ala bu balaca quşdur bu. Balaca dıqqılıdır bu. Ay valla, durduq yerə səsi yaxşı edirəm, mənim içindən gəlir. Ağıllansan. Sən özüm ağıllandıracağım. Papa, girin YouTube kanalında, siyasi medya kanalında son videoma baxa bilərsiniz, gözəl izləyicilərim mənim. Bəli, ağıllı ol. Bax, bu söz sənə mən deyirəm ki, ağıllı, nöqtə, bir dənə virgül, bir dənə nida. Ağıllı, bir dənə də sual işarəsi ol. Çay töküldü üstüvə. Yaxşı ki, daşacaqların yanmadı, yansın. Yeni gələnlər, xoş gəldin. Ekranı bəyənəyin də. Sən yaxşısan, prosta ki, o şeylərin olmasa həqiqi yaxşısan, Allah. İnsansan da, sən də mənim kimi, hamı kimi insansan da. Yeni gələnlər, xoş gəldiniz. Ekranı dayanmadan, YouTube izləyiciləri, necəsiz? Bu günləri Heydər, İlhamın papası Heydərin ad gününü keçirdirsinizmi? Mən keçirtdim bu günləri, çox canfəşanlıqla keçirtdim. Bəli. YouTube kanalında girib son videoma baxarsınız. Çox gözəl keçirdim. Həddindən artıq. Elə sevinirdim. Elə sevincəklə keçirdim. Yaxşıyam, siz necəsiz? Peysəl İlham. Yaxşıyam abi Peysəl İlham. Sən necəsən? Adam bakın sən. Adına baxın, Peysəl İlham. Yazdığın gəlmir, Sabuhi yazdığın gəlmir. Atmışam sənin son spiskə yazdığın gəlmir. Kasbə ayaq yolunda. Pis də adın. Əla, sən öyle beləcə də qalsın. Valla. Beləcəginə də qalsın. Yeni gələn hər bir kəs xoş gəldiniz. Ekranı bəyənin də. 100.000'i keçək. Nə olar? Nə olar ki? Ekranı bəyənin, biz 100.000'i keçəyin. Dirək başınıza. Salam, necəsiz? Yaxşıyam, siz necəsiz? Misafirliyə qoşulmaq istəyən varsa gəlsin. Gəlin. Gəlin danışaq, gəlin. Yaxşıyam, siz necəsiz? O mənim izləyicimdir də. Salam, necəsiz? Yaxşıyam, Cavid, sən necəsən? Cavid mənim izləyicimdir. Bunun şəklinin zadına bax, sən məzəm. Öz də deyək, profilinə kimsə şəklini götürüb qoyub bura əyrimsə. Yeni gələnlər, xoş gəldiniz. YouTube kanalı, siyasi medya kanalına girib YouTube kanalından baxa bilərsiniz mənə. YouTube kanalından daha maraqlı olar baxmaq. Trollar zadlar görməzsiniz. Olsun da lap yaxşı. Nə olar ki? Yeni gələnlər, xoş gəlsin. Ekranı bəyənin. Çox xahiş edirəm. Hər bir kəs ekranı bəyənsin. YouTube kanalı, siyasi medya kanalına girin, abunə olun. Videoları bəyənin. Altta şərhlər yazın. Çox xahiş edirəm hər bir kəsdən. Yeni gələn hər bir kəs xoş gəldi. Trollar. Rədd olsun trollar. Aleyküm salam. Elmir, Kiyev şəhərində qalıram. 2023 sentyabr ayında 2 övladım görək $3.000 alacaq. Başa düşmədim, Merqaqa. Sinyor, necəsən? Xoş gəldin. Yazdığın sözü başa düşmədim ki. Alacaq, nəyə alacaqsan? Nəyə alacaqsan? Ekranı bəyənəyin zəhmət olmasa.
Dayanmadan ekranı beğenin. Axırda ben nə vaxt görmüsən məni orada azı bir ay ola girmirəm. Yəqin uşaq pulu alacaq. Salam, aleyküm salam. Afşaroğlu, sən necəsən? Yeni gələnlər, xoş gəldiniz. Gəlin qoşulun misafirliyə danışaq. Gəlin. Qoşulun misafirliyə danışaq. Qoşulun, qoşulun. Qoşulun misafirliyə. Gəlin, gəlin qoşulun misafirliyə danışaq. Gəlin. Gəlin, mən takipdən çıxmışam, burada ola bilər, çıxarırdım, bu çıxıb, mən də deyirəm, canlı niyə açmırsan? Açıram, qoş, mən hər gün canlı yayım açıram. İstəyətin qoşulaq, istəyətin qoşulaq. Hər kəs gəlsin, qoşulsun misafirliyə. Kim reisli gəlsin, misafirliyə qoşulsun. Ekranı beğenin. Bunu çıxarmışım. Niyə çıxarmışsan? Qalıda xahiş edirəm, söyməyin. Deyən görək. Atacam indi onsuz. Mənə əsəbləşdirir yenə də o. 2 övladıma görə 3000 dollar uşaq pulu alacağım dövləti. Gəl. Qoşul. Necəsən vəziyyət? Mənə bax, sən dəqiq İtaliyada qalırdın. Mamanı söy, mamanı. Mama mehribanı söy. Maman mehribanın ağzını sikim. Mehribanın döşün gilasına töküm. Sikim mehribanın döşün arasını sikim. Mehribanın döşün arasına töküm. Rahatlaş. Kayf tut. Mehribandan kayf tut. Bax, gəlirsən, söydürürsən. Əlin Ağayev, sənin oturub işləyənlərə itəliyim, Əlin Ağayev. Bax, görsən, Əlin Ağayev, gəlib söydürürsən. Bax, gəlib söydürürsən. Əlin Ağayev. Yobanavrat belə. Suka Əlin Ağayev. Mehribanı gəlin söydürün. Heydərin coruna işləyim. Gəlin söydürün. Gəlin söydürün. Gəlin söydürün. Görürsən, qəbul eləmirəm, göndərmə. Henüz dəstəcində troll. Pox yeri nəslinin ağzı ilə. Onun başı içində bəyən. Onun başı içində bəyən. Gələcəyə sənələr çoxun səhifəsini təzə aç. Bilirəm də fake sayfələrlə gəlirlər. Gəlib burada söyürlər və mehriban mamalarını söydürürlər. Bunlara bu prosta azdır da. Gedin babamızın Coruna işlədiyimin ad gününü keçirdin də. Bu günlər onun ad günüdür. Qoşul Nazo, qoşul söhbət edək. Gəl qoşul Nazo. Gəl. Nazo qoşul. At istəyir. Aleyküm salam Porsche. At istəyir Nazo. Sən mənə istəyət görüm, gəl görüm misafirliyə. Yazma ona, yazma. Sən mənə istəyət görüm. Salam axşam xeyirlıq olursan. Mən Sultəpədə qalıram. Sultəpədə qalıram mən. YouTube'da izləyənlər, YouTube kanalını bağlayıram. TikTok'da gəlin TikTok'a.